Gəldik Zaqatalaya, Piramida otelə. Qarşıda gördüyünüz Piramida oteldir. Zaqatalanın girəcəyində, Zaqatala məhkəməsinin yanında. O da şəhərə gedən yoldur. Mərkəzə getməyə çalışıram. Gedək biraz mərkəzi gəzək. Gəzməli, görməli yerləri çəkə bilək. Zaqatalanın mərkəzi küçələrindən biridir. Yolumuz Dədə Qorqud parkınadır. Zaqatala haqqında da xırda məlumat verim. Zaqatala Rusiya ilə və Gürcüstanla həmsərhəddir. Azərbaycan şəhərlərindən isə Balakənlə Qax arasında yerləşir. Digər rayonlar kimi Zaqatala da 1930-cu il 8 avqustda yaradılıb. Zaqatala adı haqqında bir çox rəvayətlər var. Onlardan biri Sakatala, yəni sak düzü olduğunu göstərir. Digər bir rəvayət isə keçmişdə bu ərazidə Zəkəriyyə adlı bir şəxsin olduğu bildirilir. Həmin şəxs burada meşə ərazisini qıraraq özünə torpaq sahəsi tala ərazi yaratmış. Ərazi də Zəkəriyyə tala adı ilə qalmışdı və sonradan dəyişərək Zaqatala olmuşdu. Amma birinci variant daha uyğun gəlir, çünki bu ərazilərdə keçmişdə türk tayfaları olan sakların köçü olub və bu ərazidə yəqin ki onların adına Sakatala, yəni sak düzü olaraq adlandırılıb. Burada Dədə Qorqud parkıdır, Zaqatalanın mərkəzi hissəsidir. Qarşıda Dədə Qorqudun heykəlidir. Belə bu formada maraqlı düzəldirib. Bu çinarın 200 neçə yaşı var. 270 deyil, 280 yaşı var. Böyle bir çinardır, qədim çinardır. Qala düzü pilləkənləri 1946-cı ildə salındığı bilinir. 128 pilləkəndir. Deyilənə görə ora qalxanın bəxti açılır. Təbii ki bir zarafatdır. Oradan Zaqatala daha qəşəng görünür. Zaqatala qalası 1830-cu ildə tikilmişdi. Qala Çar hakimiyyətinə qarşı kəndə çıxışların yatırılmasında Rusların əsas dayaq məntəqəsi olmuşdu. Zaqatala qalası üçbucaq formasındadır. Qalanın divarlarının uzunluğu 3000 metrdir. Divarların hündürlüyü bəzi yerdə 3 metr, bəzi yerdə 5 metrdir. 3 girişi, 3 böyük qapısı var. Qapılardan da biri qarşınızda gördüyünüz kimi. Çar hakimiyyəti 1905-ci ildə üsyan etmiş, Potyomkin gəmisinin matroslarını bu qalaya sürgün etmiş. Üsyançı Potyomkin Zreli gəmisinin matrosları qalada da öz inqilabçı fəaliyyətləri ilə məşğul olmuşlar. Onların inqilabi fəaliyyəti haqqında Qılman İlkin qalada üsyan əsərini yazmış. Həmin əsər əsasında da Yenilməz Batalyon filmi çəkilmişdir. Ondan əlavə də Cavad xan filminin də bəzi fraqmentləri qalada çəkilib. Zaqatalada Sufrə restoranına gəldik axşam yeməyi üçün. Kebablar super, gürzə super. Hava da bu vəziyyətdə. Qəşəng sakit ailəli bir restorandır. Salam aleyküm. Hara gelirdiniz? Cara. Cara harası? Başa qədər də o qala var orada.
Zaqatalanın Car kəndinə gəlmişəm. Deməli, oteldən bura Bolt taksi ilə 4 manata gəldik. Amma taksisiz də gəlmək olar. Bazara gəlirsiniz, bazardan düz Carın lap yuxarısına qədər avtobuslar 50 qəpiyə gətirir. Qaydanda biz də həmin marşrutla qaydacaq. Burada Cingöz qala var, Çingiz qala da deyirlər. 16-cı əsr abidəsidir. Həmin abidəyə gəlmişəm. Həyətin içərisində yerləşməlidir. İndi gedək görək həmin qalaya girə biləcəm ya yox. Çingiz qalası yaxud Cingöz qalası qala Zaqatalanın Car kəndində yerləşir. 16-cı əsrə aid qaladır. Abidə yol kənarında bir həyətdədir. Yaşayış deyəsən yoxdur. Heç kim olmadı çünki təsdiqdə heç kim çıxmadı. Qalanın özündən əlavə kənarlarında da müdafiə divarları var. Onları da göstərəcəm sizə. Bir hissəsi o tərəfdədir, bir hissəsi arxa tərəfdədir. Car-Balakən cəmaətliyinə xas olan sosial-siyasi mühit və ərazidə baş verən çoxsaylı hərbi fəaliyyət sözsüz ki, buranın evlərinə də təsir edir. Burada evlər elə düzəlib ki, evə bitişik qalalardır. Daha doğrusu evlər müdafiə məqsədi ilə bu cür düzəldilib. Bəzən hər hansısa bir hadisə ya bir müharibə, bir ixtişaş vaxtı bu qalalardan bir ailəmi, bir nəsilmi müdafiə üçün istifadə edibmiş. Qalanın içərisi bağlıdır. Biz də dəymək istəmirik. Amma restavrasiya olsa yaxşı olar. Çünki tarixi abidədir. Kimisə həyətidir bəlkə də. Ya əvvəllər tarixi abidə olub, sonradan həyət kimi istifadə olunub. Zaqatala-Balakən zonasında bu tip evlərə çox rast gəlmək olur. Burada da tablosu var. Kitabəsi də var üzərində. 16-cı əsr abidəsidir. Qalanın müdafiə məqsədi ilə tikildiyi bu yan divarlardan da görmək olur. Bu hissədə çox hündürdür. Arıca bir 4 metr, 3 metr var. İçəri hissədə isə yerlə bərabərdir. Çox təəssüf ki, baxımsız vəziyyətdədir. Zaqatalanın gizli cənnəti. Dənizlərə ərazisi. Zaqatalada növbəti gəldiyimiz yer belə bir səfalı yerdir. Oxleyk, Ümid Gölü. Gün batımı da çox qəşəndir. Çox səfalı yerdir, havası sərindir. Şəhərə yaxın yerdədir, çox da uzaq deyil. Gün batımı xüsusi möhtəşəmdir. Bir tərəfdə dağların möhtəşəmliyi, digər tərəfdə isə göl mənzərəli gün batımı və qarşıda da gördüyünüz bu istirahət mərkəzi. Səfalı yerdir, maraqlı yerdir, sərin yerdir. Axşamlar bura gəlməyə dəyər. Zaqatalanın gözəl məkanlarından daha biri. Salam, sabahınız xeyir. Ayın 10-u səhər 5-in yarısıdır. Biz oteldən ayrılaraq bu günlərim kəndə gedib, yuxarı çardaqlara gedib, oradan da tur maşını ilə Qanslan şəlaləsinə gedəcək. Gəldik, dincəldik, qaldıq. Zaqatalanın gəzməli, görməli yerlərini gördük. Bu gün də ayrılarıq.
Hal-hazırda fasilə vermişik. Uraldan düşdük. Birazdan qalxacaq şəlaləyə doğru. Yolumuz şəlaləyə doğrudur. Sayma adaları. İlk çay keçidimizdir. Qarşıda çaylar. Keçməyə çalışacaq. Şəlalə yolu da belə mənzərələrdən keçir. Qanslar şəlaləsini görürsünüz.